Esselamu Aleyküm ve Rahmetullah. Estağfirullah. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahı qoyub sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalimlardan olarsan. Sadaqallahu azim. Yunus surəsi 106-cı ayə. Bu ayədən anlaşılır ki, insan dua etdikdə Allah subhanahu ta'aladan başqa heç kəsə yalvarmalı deyil, heç kəsə dua etməli deyil. Yəni, tutalım, cəmiyyətdə belə bir şey var, filan pir, misal üçün deyək, deyirlər ki, filan pirə getsən, onda sənin uşağın olacaq. Filan pirə getsən, oğlan uşağın olmur, oğlan uşağın olacaq. Halbuki Allah subhanahu ta'ala bir digər ayəsində buyurur ki, sizə övladı, yəni sizə övlad verən mənəm, yəni Allah subhanahu ta'aladır. Və bətinlərdə övladın qız və oğlan olduğunu təyin edən də yenə Allah subhanahu ta'aladır. Əgər belədirsə, misal üçün, yəni bu niyyətlə gedənlərə səslənirəm inşallah. Əgər bunu Allah verirsə, bunu cansız bir daş parçasından, bir qayadan, bir qəbirdən istəmək nə dərəcədə doğrudur? Halbuki bunu Allah subhanahu ta'ala sənə təyin edib və Allah subhanahu ta'ala kimin qədərində nə yazılıbsa, odur. Hətta sən dua etsən belə, qədəri dəyişdirəcək olan bircə duadır. Qədər dəyişdirəcək olan əgər duanı belə etsən belə, Allah subhanahu ta'ala öz elmi ilə bilirdi ki, sən filan vaxtı, filan yaşında, filan məkanda, filan yerdə, filan saatda, filan zamanda filan duanı edəcəksən və həmin duaya görə sənin qədərin dəyişiləcək. Subhanallah. Allah subhanahu ta'ala gizlini və aşkarı və gizlinin gizlisini biləndir. Baxın, ey insanlar, Allahdan başqa heç kəsə yalvarmayın. Allahdan başqa heç kəsə dua etməyin. Çünki duanın özü bir ibadətdir. Duanın özü bir ibadətdir. Çünki Allah subhanahu ta'ala deyir, mənə dua edin, duanıza icabət edin. Yəni, duanıza cavab verin. Yəni, sən aləmləri yaradan, göyü, yeri, onların arasındakiləri yaradan, hər şeyi yaradan, Rəbbinə dua etməyib də, gedib bir pirdən nəyisə istəməyin nə dərəcədə doğrudur. Və bu şirkdir. Allaha şərik qoşmaqdır və ən böyük günahlardan da biridir. İnşallah ki, bu yolda olanlar tövbə etsinlər. Allah subhanahu ta'ala onları islah etsin. Allah subhanahu ta'ala onları hidayət etsin. Allah subhanahu ta'ala onları yalnız özünə dua edənlərdən etsin. Yalnız özünə ibadət edənlərdən etsin. Esselamu Aleyküm ve Rahmetullah.